Bir qadın haqqında Həqiqətlər adlı video paylaşdım. Orada bəzi mənə elə gəlir ki, bəzi insanlar üçün qaranlıq məqamlar qalıb. Onun üçün istədim ki, bir balaca açıqlama gətirim. O ümumi qadın psixologiyasını tərənnüm eləyən bir videodur. İndi izahat verəcəm. Qaldı bizə, biz yəni belində şalla uşağı kürəyinə bağlayıb, bir əlində təndirdə çörək yapıb, biri ilə həyat süpürən qadınların, anaların, yəni övladlarıyıq. Yəni kişinin hər əziyyətinə, hər əzabına, hər zülmünə dözən, yəni anaların zəhmətkeş, yəni deyirəm, uşağını, övladını, bir qucağında uşağı, bir əlində iş görə belə anaların övladlarıyıq. Allah bütün anaları qorusun, bütün qadınlarımızı qorusun, yəni bizim millətin qadınları bizim baş tacımız olur həmişə. Ümumi qadın yəni anlayışında isə qadın və kişi təbiətdə fərqli təkamül keçiriblər və təbiət hər birini özünə məxsus yetişdirir. O baxımdan o videoda əsas anlam, yəni bir qadının bugünkü müasir dünya baxışı ilə yox, iddiaizma quruluşu prizmasından məsələyə baxanda bir qadını ancaq sevgisi, yəni kişinin yanında saxlaya bilər. Başqa heç nə, heç bir şeylə onu aldatmaq olmaz. Çünki kişi adətən şəhvətlə qadına baxıb. Yəni bu təbiətin qanunu, çünki biz həyatda qalmaq və artıb çoxalmaq proqramdır. Qadın isə o da eyni missiya, qulluq eləyirdi. Amma qadın təbiətdə ata anlayışı demək olar ki, yox dərəcəsindədir. Amma bütün artıb çoxalma prosesində ana aktivdir də, dişi, yəni balasına baxır, yumurta qoyur, üstündə yatır. Qadın dünyaya gətirəcəyi övladı 9 ay bətnində gəzdirəcək. Onu həyata gətirəcək, onu həyata yaşama alışdıracaq və bu istəyib ki, onu sevgi ilə, sevgidən, sevdiyi insanla dünyaya gətirsin. Amma kişinin baxış prizmasında bu yoxdur ki, sadəcə bir baxışla baxıb, şəhvətlə, vəssalam. Qadın isə sevgi ilə bağlılıq qurmaq istəyir. Bu baxımdan qadın, yəni kişinin yanında qadını sevgidən başqa heç bir güc saxlaya bilməz. Bu təkamül baxış çərçivəsində. Ümumiyyətlə, fərqli təkamül keçiriblər. Məsələn, kişi fiziki olaraq güclü olduğu üçün qadın daha psixoloji baxımdan daha hazırlıqlıdır. Məsələn, qadın yalanı elə şəkildə danışır ki, özü öz yalanına inanır və artıq qarşı tərəf inanmaya bilmir. Yəni bu qadının zəifliyindən özünü müdafiə kimi formalaşır. Yəni təkamüldə kişi üçün əsas prioritet çoxalma ehtimalının artırmaq olur. Buna görə də kişi beynində şəhvət və vizual stimul daha sürətli aktivləşir. Qadın üçün isə əsas məsələ təhlükəsizlik, davamlılıq və bağlanma olur. Buna görə də qadın beyni sevgi, etibar və emosional yaxınlığa daha çox həssasdır. Kişi daha çox şəhvəti seçir, qadın isə sevgi ilə bağlanır. Bu fərq mədəniyyət yox, milyon illik təkamülün izidir. Qadın fiziki gücdən çox sosial zəka, intuisiya və dolayı strategiyalarla özünü qorumağa meyillidir. Bu hiləgərlik yox, təhlükəni əvvəlcədən sezmək qabiliyyətidir. Buna uyğun davranmaq bacarığıdır. Təkamülün verdiyi müdafiə mexanizmidir. Qadının hiləsi zəiflikdən yox, sağ qalmaq üçün formalaşmış psixoloji zəkanın nəticəsidir. Ən sonunda bizim bir millət olaraq, xalq olaraq öz dəyərlərimiz var və qadınlar da bizim baş tacımızdır. Təşəkkür edirəm. Yəni bu ümumi bir baxış idi. Ən çətin günündə, bəli, ən çətin günündə qadın hər şeyə rəğmən sevdiyi insanın yanında qalar və onunla bir yerdə mübarizə aparar. Ora bağlayan səbəb sevgidir. Vəssalam. Başqa heç bir güc qadını saxlaya bilməz. Ancaq sevgi qadını ən çətin anda o sevdiyi insanın yanında qalmağa vadar edir.